Salam aleyküm əziz dostlar, yoldaşlar, vətəndaşlar, dildaşlar, xoş gördük. Umarım ki gününüz buradan yaxşı geçibdir. Buradan bu üzə də gecəz yaxşı olsun, ha belə gələn günləriniz aydın olsun. Albert Məmi yazdığı kitabın Türkçe tərcüməsini çevrilmişin oxuram. Bir neçə gündür, bu günləri 18-ci bölümünü oxuyacağım. Dostlar və sümürgecinin portresi və sümürgələşdirənin portresi adında kitabdır ki, Türkçeyə tərcümə olubdur Farsçaya. Çehre-i istemargar və çehre-i istemar şudə adında humanati vasitəsilə tərcümə olubdur. Çox da brainwash bir şəkildə tərcümə olub Farsçaya. Oxumasını tövsiyə etmirəm. Bu kitab əslində Fransızdan tərcümə olubdur və mən bunun 46-cı səhifəsinə yetişmişəm. Sizlərdən xahiş eləyəcəm, əgər mümkünsə canlı yayını dostlarınızla paylaşın, qoyun çoxlu insanlarımız bu bəhslərlə və bu kitabla tanış olsun. Bu kitabda gedən bəhslər bizim üçün çörək yeməkdən daha güclüdür. Bunu da deyim ki, dünənləri heyf olsun ki, mən kağızımı saldım yerə və dünənləri heyf olsun ki, mən canlı yayını o birisi aydımda aparmışam. Bir dana daha aydı açmışam, bilirsiniz. O aydı da aparmışam ki, o aydı mütəəssifanə sizlərin çoxunun əlinə çatmır. Mən çalışdım ki, bəlkə YouTube linkin sizin üçün e-mail eləyən bəzi dostlara ya xüsusi özəl olaraq göndərəm. Amma bilmirəm ki, əlinizə çatdı yox. Hər halda dünənki bəhsi YouTube'da görə bilərsiniz. Bu günləri bir yeni başlıqla başlayır. Deyir ki, politika və iyi niyyətli sümürgəci. İyi niyyətli sümürgəci dedik. Sümürgəci kimlərdir? Bir də bunu deyək. Sümürgəci hər bir farsçı, İrancı ki, İran dövlətinin, siyasətin, stratejilərin qəbul eləyə, o bir sümürgəçidir. Fərq eləməz ki, Türkdür, Farsdır, Ərəbdir, Lorddur, Bəluçdur, Ermənidir, Şiədir, Sünnidir, heç fərq eləməz. Hər kəs olur olsun, bu sümürgəçidir. İndi deyir ki, siyasət, politika, latincə sözdür, Türk ədəbiyyat, siyasi ədəbiyyatına da giribdir, siyasət deməkdir. Politika və iyi niyyətli sümürgəci. Bir sümürgəci ki, iyi niyyəti var. Yəni, məsələn, gəlir deyir, mən istəyirəm Azərbaycanda, ya Türkəmən Səhrada, ya Qışqayasanda mədrəsə açam, dərs deyəm, ərz eləyim xidmətsə, bir iş quram, bir xəstəxana düzəldəm. Bu, iyi niyyətdir. Fars ola bilər, ya hər şey, amma İrancılığa və farsçılığa, panfarslığa inansa, bu adam sümürgəçidir. Amma iyi niyyət var. Bu fərqi gəlir. Deyir ki, bunları söyləyərkən, bu sözlər üçün üstə dedik, bunları söyləyərkən, aradakı farkın aşırı romantikləşdirilməsindən qaçınmaq gərəkdiyini əlbəttə bəlirtmək istiyorum. Deyir, istəyirəm bəlirtəm. Bəlirtəm müşəxxəs, ərəbcə sözdür müşəxxəs, türkçəsi bəlirtmaq. Bəlirtəm, aydınladan ki, istiyorum, yəni istəyirəm da, istəyirəm ki, bəlirtəm ki, bu sözləri ki, dedik, bunların söylədiyim halda, aradakı farkın aşırı ifrati, ərəbcə sözün türkçəsidir, aşırı, ifrati ərəbcədir, romantikləşdirilməsindən, romans eşq eləməkdir, aşıqanə rəftar eləmək, davranmaq, tavıra deyərlər romans. Çox seksə tərəf gedər. Romantik, yəni aşiqanə, sevməli. Romantikləşdirmə, yəni bir şeyi biz bunu zehnimizdə gözəl görürük. Çünki istəyirik, onu gözəlləşdiririk. Tamam. Bəs deyir ki, aradakı farkın aşırı romantikləşdirməsindən qaçınmaq deyir, bundan uzaq durmaq, qaçınmaq qaçmaqdan gəlir də, həman qaçmaq sözüdür, qıya səbəbdir, qaçınmaq gərəkdiyini
bunun lazımdır ki, bundan qaçaq deyir, bunun gərəkdiyini deməliyəm. İndi bunu istədi desin, mən bunu çox deyim. Bu politika ilə, siyasətlə və sümürgəçinin, iyi niyyətli sümürgəçinin arasında olan fərqi deyir ki, romantik eləməyək, bunu aşiqanə eləməyək. Bunu deyir, aşiqanə baxmayaq. Nə cür baxaq? İyiliksevər sümürgəçinin uyum sağlama sıkıntılarını fazla önemli olmadığı. Deyir, birincisi bu ki, o adam ki, o sümürgəçi ki, iyisevərdir, yaxçılıq üçün gəlib ora bir yerə, iyiliksever ya iyisevər, yəni o adam ki, iyilik istər. Bir kəlmədir, iyiliksever bir kəlmə, ya iyiliksever bir kəlmədir, bir sözdür, bir yazılır. Biz ərəb əlifbası ilə yazanda ayrı-ayrı yazırıq mütəəssifənə. İyiliksever. Amma iyiliksever bir kəlmədir. Deyir ki, iyiliksever adam sümürgəcinin, farsın, paniranistin, panfarsın uyum sağlaması, uyum yəni uyması, yəni onunla hərəkət eləməsi, özün ona bənzətməsi. Bu sümürgəciyə, sümürgəcinin millət ilə, məsələn, türklərlə farsın ya bir paniranistin, panfarsın bunlarla uyması, hərəkət eləməsi, sağlam uyum sağlama, yəni rəftarın eləməkdə, davranması, onlar sıkıntılarını, onların çətinliklərini, sıkıntı çətin, sıkıntı fazla önemli olmadığı. Deyir, bilir ki, bu fazla önemli deyil. Deyir, çox önəmi yoxdur ki, bir dana sümürgəçi özün bənzədir türklərə məsələ, yanaşsın bunlara. Deyir, bu önemli deyil. Önemli olan nədir bəs? Önemli olan budur. İdeolojik tavrını, tavır dostlar, tavır, ideolojik tavr tamam o düşüncələr, hissilər ya duyğular və rəftarlar ya davranışların hamısına tavır deyirlər. Ya rəftar biraz, ya davranış biraz gözündən çox görünəndir, tavır çox görmür. Məsələn, gülümsəmək bir tavırdır. Təhqir üçün, məsələn, birini gülümsürük. Ələ salırıq. Bunlar tavırdılar. Beynimizdə də elə bu tavırlar var, rəftarlar içi zehnimizdə, içimizdə var. Bunlar da tavır hesab olur. Tavır biraz həm çox yeri tutur, yəni çox şeyləri, qavramları özünə alır, həm də ki, çox biraz incədir, nazikdir, çox zərifdir, deyək beləsi. İdeolojik tavırların, deyir ki, bu insanın pəs rəftarı özün bənzətmək türkə farsa, dünən dedi ki, hətta bəzi müəllim deyir ki, biz qərələrin yanına gedəndə üzümüzü, gözümüzü qərəliyək. Gedirik əgər bir ərəbin yanına, onun kimi geyinək. Əgər gedirik bir farsın yanına, fars danışaq. Bu deyir ki, bu eşikdəki bunlar gördüyünüz əslən önəm daşımır. Önəm nədir? Önəmli olan nədir? İdeolojik tavrın sağlamağı. İdeoloji rəftarların, ideoloji əsasında davranışların, rəftarların, düşüncələrin sağlaması. Yəni onu sağlamaqdır, onu düzəltməkdir, onu almaqdır, ona sahib olmaqdır. Və sümürgəciliyin məhkum edilməsi olduğunu düşünə bilir. Düşünə bilərik ki, sümürgəciliyin düşüncəsi, yəni istemarın düşüncəsini məhkum eləməkdir. Bəs iki şey dedi, çox mühümdür. Siz qiyafəzi ona bənzədəsiz, bənzətməyəsiz, onun kimi rəftar eləyəsiz, hətta iyi sümürgəçi olasınız da. Deyir, o önəm daşımır. Önəm daşır ki, siz o istemar ideolojisin, ya hər nə ideolojisi ki var, onu və ha belə sümürgəni məhkum edirsiniz. Yəni, deyir, o, üzr istəyirəm, ideolojisi məhkum eləmirsiniz, ideolojisi də o insana görə dəyişdirirsiniz ya yox, sümürgəyə görə. Amma sümürgəni məhkum edirsiniz, yox, o sizin tavrınızdır. O sizin bu milləti qəbul edirsən, yox, onu göstərir. Təbii ki, konunun kuşulu bu sıkıntıların etik yargının
doğruluğunu bozmamışdır. Deyir, təbii ki, indi təbii ki nə mənə? Bu təbii kəlməsi işlənir bəzi yerlərdə, türkcədə doğal təbiətə deyir. Amma buradakı biz deyək, təbii o doğal gəlmir. Ola bilər ki, deyək, ola bilər ki, belə olsun, məsələn. Təbii ki, bunun koşulu, bunun şərti, koşul, şərt. Şərt ərəbcə sözdür, koşul türkcə. Şərtin farsçası yoxdur. Əgər hərfi şərtidir, amma şərt özü deyil. Bunun koşulu bu sıkıntıların etik əxlaq. Latincə sözdür. Etik, biz dedik ki, əxlaqın türkcəsi o qədər bu türkçədə zəifuq ki, mütəəssifanə bir söz yadımızdan bu rahatlıqda çıxır. Mən insanlara düşər deyərəm hətmən. Deyir ki, etik hər halda əxlaq sözü ki, ərəbcədir, onun latincəsidir və farsların müadili yoxdur əxlaq qavramına. Əxlaq bir söz deyil, qavramdır, bir düşüncədir, bir fəlsəfədir əslən. İndi düz mən bunu qəbul edirəm ya yox, bu ayrı bir söz, amma bu bir düşüncədir. Əxlaq bir yaşam tərzidir hətta. Yaşam düşüncəsidir. Bu sıkıntıların etik yargının doğruluğunu bozmamasıdır. Deyir ki, bunun bu düşüncələri, nə düşüncəsi? O fəlsəfə düşüncəsi, ya sümürcə düşüncəsi, ya sümürcəlik düşüncəsi, hər nə düşüncəsi ki vardır, deyir, onun o düşüncəsi bu sıxıntıları, yəni bu çətinlikləri etik, əxlaqi olaraq yargı yəni məhkəmə sürəci. Məhkəmədə bunu qəzavət, beləsi yaxşı, qəzavət. Ərəbcə sözdür. O yargı hesab olur, türkçədə yargı deyilir. Doğruluğunda, yəni deyir ki, qəzavētin yolunda, doğruluğunda, yəni o səmtidə ki, qəzavət edilir, o yolda, o yöndə ki, qəzavət olunur, bozmamasıdır. Deyir, onu bozmayacaq. Bozmaq, yəni pozmaq. Biz pozmaq deyirik, bozmağa. Pozmamasıdır, yəni o silib atmamasıdır, həsf eləməməsidir. Pəs, təbii ki, nədir? Təbii bu oldu ki, bu şəraitlərdə o fikri qəzavətlərində əxlaqi qəzavətlərinin yönündə təsir qoymasın. Nə mənə? O ideolojisi ya o sümürgəçilik. Tamam. İndi gedək o birisi sətrə. Sağçı ya da solcu olmaq yalnızca bir düşüncə tarzı deyil. Deyir ki, siz gələsiz deyəsin, mən sağçıyam, məsələn, faşistəm, nasyonalist, ifratiyəm, bu anlamda mən tərcümə edirəm. Ya solcuyam, komünistəm, sosialistəm, maoistəm, leninistəm, hər kəs istəm. Bu, solculardan. Deyir ki, bu sağçı ya da solcu olmaq, yəni fikir düşüncəni almışsınız, özü mənimsəmisiniz, ondan müdafiə edirsiniz, onu yaşamağa çalışırsınız. Olmaq bu anlamdadır. Yalnızca bir düşüncə tarzı deyil. Şair deyir ki, təhcə bir düşüncə deyil ki, siz bunu yaşayırsınız. Deyil. Aynı zamanda, deyir, eyni zamanda ki, o bir düşüncədir. Bəlkə də asıl olaraq, deyir, bəlkə də əsil budur. O bir düşüncədir, amma əsil nədir? Əsil budur ki, hiss etmə, həm duygulanma, hiss edirik. Yaşama o cür hiss edirik ki, fəlsəfə bizə deyir. Düşüncə, solçuluq, sağçılıq. Sağçılıq, mən misal vurdum da, ifrati nasyonalist. İfrati o birisi millətlərin haqqını danmaq hətta, yəni. Buna deyirik nasyonalist. Yoxsa nasyonalistlik təbii bir şeydir. Nasyonalizm iki cürədir, dostlar. Bir nasyonalizm ki, millidir. Bir nasyonalizm ki, ziddir o biri millətlərdir. Hər kəlməni dedik tərif eləyəndə, hər qavramı tərif eləyəndə, həm özün, həm də zidləri ilə özün tərif elər. Mən Azərbaycancıyam, yəni mən fars deyiləm. Bu anlam onda var. Onu belə təriflənir. Mən farsçı deyiləm. Mən Azərbaycancıyam, yəni mən İrancı deyiləm. İndi əgər siz bundan çıxarasınız ki, mən fars düşməniyəm, bu
ifrati nasionalistdir. Amma bundan sonrası yox. Mən özümün haqqımı, özgələri istəmirəm əzəm buram, dağıdam. Bu nasionalist düzdür. Amma o nasionalist ki, deyir ki, mən İrancıyam, yəni mən Türkün müxalifiyəm. O İrancı ki, deyir, mən Farsam, yəni Türk dilinin müxalifiyəm. Bu ifrati nasionalistdir. Bu xətərlidir, təhlükəlidir. Dünyanın bir çox yerində dildə bunu məhkum edirlər, amma yalandır. Farslar da o cümlədən nasionalizmi, ifratini məhkum edir, amma yalandır. Çünki hamısı hücumi nasionalizm. Mən adını qoysam hücumi ya elə hücumi desək daha yaxşıdır. Həmlə edici bir nasionalistdir. Məmuli nasionalizm hissi, millətçilik savıncı da deyil, həmləci də deyil. Özün yaşamaq istəyir. Təbii bir yaşam istəyir. Bu təbiidir, doğaldır. Amma o ki, o birisi millətləri inkar edir, bu nasionalist mənfidir və buna müxalifət olunur dildə. Baxın, dildə, düşüncədə yox, əməldə yox. Bunu fərqin buranı qavramasını istəyirəm ki, bunu dostlarımız düşünün, hamımız bərabər bunu baş tapaq ki, nə oldu? Bəlkə də əsl olaraq, əsli deyir elə budur, nədir? Bu ideolojini deyir ki, fəqət düşüncə sahəsindəyik. Bəlkə nə dedik? Bəlkə hiss etmə. Biz bunu hiss edirik, duyğulanırıq və yaşama tarzıdır. Və o ideolojini yaşamaq tərzidir, yəni yoludur, yöntəmidir. Dostlar, baxın, məsələn, biz bunu həm Şah zamanı görürük İranda, həm Xümeyni, həm Xameneyi zamanı. Solçular tutulurlar, edam olurlar və nəzərlərindən dönüşmürlər. Tövbə eləmirlər. Çox azı tövbə edir əlbəttə, amma tövbə eləmirlər. Yəni, ölümdən ötürü fikrindən keçinmir. Onu yaşamaq istəyir. Onun yolunda ölür. Bu, onun duyğuları, hissiləri, yaşam tərzidir. Bunu seçir də. Biri də şiəliği seçir. Fars şiəliği. Biri də biz şiə deyirik dostlar. Mən bunu genəli təkrar eləyəcəm. Milyon dəfə də təkrar eləyəcəm. Biz Cəfəri məzhəb, hətta məşrutə qanununda, anayasada biz Cəfəri məzhəbuq, hətta İran adlanan ölkə ki, sonralar mənim şəxsi düşüncəm budur ki, sonralar İran sözün məşrutə qanununa getirdiblər. Sonralar, Riza Şah dövründən sonra. Ondan öncə bura məmalik məhrusədir, Qacar. Bu məmalik məhrusənin, necə ki qanunda gəlir ki, məşrutədə gəlir ki, pərçəmi üç rəhlidir, elə o cür də gəlir ki, bunun dini Cəfəridir. Demir ki, bu şiədir. Bu, bizim fərqimiz. Niyə də bunu deyibdir? Bunu da türklərin deyir. Elə əvvəldən bu cürdlər. İslamda 3 dənə qabaqcan ya 4 dənə şaxə toplum var idi. Din baxışı var idi. Ya din qolları var idi. Hənbəli, Şafii, indi qalanda yadımızda. Və bir də bizdə xüsusən Nadir Şahın Muğandakı böyük qurultayın ki, türklərin liderləri toplandılar orada. Orada biz qəbul elədik ki, rəsmən dinimizin adın, inandığımız baxış, şiəliğimizin adın çevirək. Biz Fars kimi baxmayaq və adını qoyduq Cəfəri məzhəblik ki, getdi oldu 4-cü ya 5-ci İslamda tapılan məzhəb baxışı. Tabi biz də sünni İslam dininin içinə girək. Şiəlik İslam dinindən xaricdir. Necə Bəhailik şiəlikdən xaricdir, Babiyyə şiəlikdən xaricdir, Şeyxiyyə şiə deyirlər. Özləri deyirlər, desinlər yalandan doğrudan. Amma şiələr onları şiə adıyla qəbul eləmirlər. Necə ki, sünnilər də bizi şiəni İslam, müsəlman adının altında qəbul eləmirlər. Pəs budur. Bu tiskinti dedik ki, düşüncə deyil, bəlkə yaşam tərzidir, hissi, duyğu tərzidir. Deyir, bu tiskinti və kuşkuların əgəmən olmasına izin verməyən çox az sümürgəci olduğunu və ayrıca bunların sümürgələşdirilənlə və sümürgə yaşamı ilə ilişkisini anlamaq üçün bu nüansların diqqətə alınması gərəkdiyini belirtməklə
Yetinəlim. Tamam. Bir dənə uzun cümlə dedi üst-üstə. Bunu biz baxaq görək necə. Bu tiskinti və koşulların əcəmən olmasına izin verməyən çox az sümürgəci olduğunu bildirəli. Buradan deyək. Deyir, əvvəlcə bunu deyək ki, bir dənə sümürgəci, iyi niyyətli sümürgəci ola ki, özün ideolojisindən boşalda yoxdur. Bunu istəyir deyək. Bu tiskinti və koşullar, şərait, ərəbcə sözdür şərait, əcəmən olmasına, bu koşulların və şəraitin, yəni ideolojini özünüzdə saxlayırsınız, yaşırsınız, hiss edirsiniz. Bunu deyir, yaşam tərzidir. Bu koşulların, şəraitin əcəmən olması, sizi öz əlinə alması. Əcəmən, yəni bir güc ki, sizi əlinə alıbdır, idarə edir. İdarə gücüdür. Əcəmənlik zorla, ya qanun zoruyla, ya silah zoruyla, hər nə zoruyla sizə hakimiyyət olmaq. İndi deyir ki, bu sizə hakim olur. Tamam. Əcəmənliyi olmasına izin verməyən çox az. Deyir ki, bu istəbə az adam var ki, iyi niyyətli sümürgə var ki, izin verməyə, ideolojisi buna əcəmən olsun. Tamam. Çox az sümürgəci olduğunu deyək. Tamam, dedik. Və ayrıca, bunun yanında bir ayrı sözdə deyək, bunların sümürgələşdirilənlə bu iyi sümürgəçilərin, iyi niyyətli sümürgəcilərin sümürgələşdirilənlərlə, yəni türklərlə, bəluçlarla, ərəblərlə, qəşqailərlə, türkəmənlərlə və sümürgə yaşamı ilə və sümürgədə türklərin yaşamı ilə, ərəblərin yaşamı ilə ilişkisini, ilişki bir-birinə yapışmaq dostlar. İlişib bir şey, bu buna ilişibdir. Buna ilişki deyirik. İlişkilərini, yəni buranın bir-birinə yapışıq olmağını nə deyirik? Anlamaq üçün, bunu bilmək üçün, anlamaq üçün, anlamaq düşünməkdir. Düşünmək üçün bu nüansların, o birisi dərslərin birində dedik ki, deyir, yəni ixtilaflar, fərqlər. Bu nüansları, ixtilafları, yəni indiki saydı da zehnindəki fəlsəfəni yaşamayacaq, düşüncəni yaşamayacaqsan, sağcı ya solcu bu adamla nə deyirlər, bunu rəsmiyyətə tanıyacaqsan, ərz edeyim xidmətinizə. Bu cür bir şeylər. Bu ilişkini anlamaq üçün nüansları diqqətə alması, bu ixtilafları ki, sümürgə, sümürgəci, sümürgəlik düşüncəsi, solcu, sağcı, bu düşüncələri deyir ki, onlara vermədiyin, bu nüansları alması gərəkdiyini də bəlirtmək, bəlli elətmək, yetinəlim, kifayət edəlim. Kifayət sözünün ki, ərəbcədir, türkçəsi yetinmaqdır. Yetinmaq. Tamam dostlar? Öyləysə, ikinci paragrafa geçdik, 46-cı səhifədən. Dostlar, əgər bu kitabı istəsəz, mənə hər yerdən yazsaz, mən sizə bunu göndərirəm. Telegramda qoymuşam bu kitabı, istəsəz oradan indirə bilərsiniz. Öyləysə, iyiliksevər sümürgəcinimizin həm kəndi ayrıcalıqları, sorununu, həm də duygusal sıkıntıları, sorununu bir kənara bırakmayı başardığını düşünəlim. Deyir ki, indi bu üstəki sözləri dedik, eyləsək, üstəkiləri deyir ki, bu adam gələk düşüncələrin qoya kənara, özün də gələ bu sümürgətini, sümürüləni düşünə. Deyir ki, eyləsək, iyiliksevər sümürgəci, dedik da misalı, həm öz ayrıcılıqlarını, o təbiz ki, onun nəfinə var. Ayrıcalıq təbiz, ərəbcə sözü təbiz, bəzi sözündəndir. Təbizləri, ayrıcalıqları sorun, müşkül, məsələ, ərəbcə, məsələdir, ya da mövzu. Deyir ki, bu təbiz məsələlərini, soru sözündən gəlir. Sorun da, yəni bu da, yəni o şeylər ki, bu ona alıbdır. Həm də duygusal, həm də ki, hiss etdiyi sıxıntıları, çətinlikləri, sıxıntıları sorunub. Yəni bu hiss etdiyi duyğular ki, içində var, onlarda bir müşkül yaradır da, o sorunları da bir kənara buraxmayı, deyək ki, o adam bunların hamısı qoydu kənara. Buraxmayı
başardığını, bunları qoydu kənarda, başardığını düşünəlim. Belə düşünək ki, bu adam başardı. O duyğuları və fikrin qoysun kənara. Dedik də fəlsəfə belə oldu. Sağ olsun, sol olsun, imperialist olsun, nədir? Deyir, bunları qoysun kənara. Geriyə bir tək ideolojik və siyasal tutumları qalıyor. Deyir, əgər belə qoysaq ki, bu hər şeyi qoydu kənara, geriyə, yerdə qalan nədir bu adamdan? Bir, ideolojik tutumlarıdır. İdeolojik o tutumlar, yəni o şeylər ki, ona əl atıb saxlır. Bir şeyə tutmaqda, məsələn, mən bunu tutmuşam. Bu tutumlardır. Mən, məsələn, Azərbaycançılığa, millətçılığa, aydınlığa tutulmuşam, özümü deyirəm. Türk haqlarına tutulmuşam. İnsan haqlarını özüm tərif edirəm, onlara tutuluram. Özüm tərif elədiklərimə tutuluram. Mən pan-İranist, hətta beynəlməl qanunlar tərif edib, onlara tutunmuram. Çünki mən bunu insan təcrübəsi göstərib ki, biz insanların qanunları zaman dəyişdirirlər və üzdən yaxçılıq tərəfə gedirlər. Biz də təbii ki, bu qanunlar ki, indi vardır, bunları biz qəbul eləmirik. Biz bunlardan daha yaxçı qanunlar və daha bizim mənfəətimizi çox təmin edən qanunların da arasından getmək. Onun üçün uluslar qanununda bizim kimi adamlar dəyişdirəcəklər yaxçılığa, dostlar. Geriyə bir tək nə qalar? İdeoloji və siyasət üzrə tutumları, bu adamın siyasi mozeycilikləri. Tutum burada mozeycili desək daha yaxçıdır. Farscadır, farsca, ərəbcə mozeycili. Pəs tutum mozeydir, mövqeyiyyət. İdeolojik də ki, dedik da, ideoloji əsasındakı düşüncələr. İndi buna misal vuracaq, çox gözəl misallar vuracaq. Getdik 3-cü paragrafa, son paragrafa. Deyir, o bir komünist. Deyir, bir nəfər bir kommunistdir. Yəni, o deyəndə, yəni, o iyi niyyətli sümürgəci. Çünki, baxın, qədim, xüsusən şah zamanı, solçular, yəni kommunistlər, sosialistlər, məsələn, döşürə alıb, lisans alıb, fوق lisans alıb, diplom alıb, hər nə alıbdır. Bəli, bir sürətdə müəllimdir, mühəndisdir, döhdürdür, nə bilim, nədir. Bunlar durardılar, gedərlər, çox işçilərlə, əkinçilərlə, bağçılarla, zadlarla danışardılar. Onların fikrini dəyişdirsinlər. Onları müttəhid birləşdirsinlər. Dövlətin qabağında, nə bilim, sərmayedarın qabağında. Bunlar. Deyir, o bir komünist. Bu adam bir komünist olsa, sosialist, ya bir komünistin fərqi dostlar, sosialist nədir? Sosial, ya society, yəni toplum. Sosialist, yəni toplumsal düşüncələrin, rəftarların, işlərin tərəfdarı. Bəs bu, toplumsal, ictimai işlərin, doğranışların, bərnamələrin, hədəflərin, amacların tərəfdarına nə deyirlər? Sosialist. Komünist kimdir? O adam ki, deyir, komün tərəfdarıdır. Community tərəfdarıdır. İkisi də təqribən birdir. Society biraz böyükdür. Community biraz kiçikdir. Amma bu da kommundan gəlir, müştərəklik. O şeylər üçün, məsələn, bir toplumda, məsələn, deyirəm, məscid community mərkəzidir. Çünki hamınındır, heç kəsin də, heç kəs demir, bura mənimdir. Bir meydan, futbol meydanı, vərziş meydanı, bu hamınındır, community'nindir. Yəni, o toplumundur, o bölgədə yaşayan insanlarındır. Bir də bu var ki, deyirlər, məsələn, Azərbaycançılar komünitesi, bir də Türkçülər komünitesi. Komünist kim olur? Komünist o adamdır ki, kommunları ümumi şəkildə yaşamağı tərəfdarıdır. Hər şey hamınındır. Heç kəs bir şeyin sahibi deyil. Bu fikrin də sahibi fərqi bu oldu pəs. Burada da, əlbəttə, burada ayrıntıları çoxdur. Məsələn, gəlir deyir ki, xaricər əslidir. O birisilər gərək əzaq öldürək. Əlbəttə, əməldə bu olmadı. Bu fəqət düşüncə səthində qaldı. Pəs, komünist o adamlardır ki, community tərəfdarıdırlar və hər şeyi komün bilirlər, müştərək. Community dedim, müştərəkdə, misalını da vurdum ki, meydan, məscid, bunlar ümumi yerlərdirlər, bizim hələ düşüncəmizdə. Kanadada daha çoxdur, Avropada daha çoxdur, Amerikada azdır. İngilistanda yoxdur. İngilistanda park, belə ümumi park yoxdur. Parklar communitydir, yəni müştərəkdir.
Bunlar deyirlər ki, heç kəs bir şeyə malik ola bilməz. Hər şey hamınındır. Bu da kommunist. Bu kommunistin mənasını bildik. Sosialist də dedik o adam ki, toplum tərəfdarıdır. Amma toplum komünist deyil. Baxın, kommunistdə heç kəs heç zadın sahibi olmur. Evin sahibi olmur, bağın sahibi olmur, arabanın sahibi olmur. Amma sosialistdə siz karxanaz da ola bilər. Bağız da olar, biraz da olar, eviz de olar, puluz da ola bilər. Amma şeydə ola bilməz. Kommunizmdə ola bilməz. Ya çox istisna vəziyyətdə və az bir şəraitdə ola bilər. Ondan sonra nə mənə? Hətta sadəcə demokratdır. O adam ki, gəlib iyi niyyətlidir. Hətta o adam ola bilər ki, sadəcə çox səmimi, yəni sadəcə səmimi bir demokrat adamdır. Demokrat nə demək? Yəni ki, millətə inanan adamdır. Demokrasi sözündən gəlir, dostlar. Yəni, xalq insanlara inanır. Bu da. Yəni, insanlar desələr belə, desələr elə. Amma sosialist deyir, yox, mənim istədiyim formada cəmiyyət getməlidir. Şeydə deyir ki, kommunist deyir ki, mən inanıram ki, əslən budur və bu cür idarə eləyəcəm. Heç kəs heç şeyin sahibi deyil və mən beləsi idarə edəcəm. Amma sosialist deyir, yox, mən toplumsal mənafiə diqqət eləyəcəm. Məsələn, birdən deyir ki, sərmayə açıqdır. Amma mən hər kəsin pul çox qazanırsa, fabrikası varsa, ondan çox maliyyət alacağam. Hər kəsin az qazanırsa, ondan az maliyyət alacağam. Almayanlar, qazanmayanlardan da maliyyət almayacağam. Çox alanlardan alacağam, az alanlara və yoxları olanların arasında xəşliyəm. Bir təadül icad edirəm. Onun üçün, məsələn, İskandinavidə, bizim Kanadada mülk alanda, məsələn, bir şey alanda 13% şeyi alır, ya satanda. Evi satır, məsələn, mənim evim var, istəyirəm satan, %13'ün dövlət alır əlimdən maliyyət olaraq. İskandinavidə %60'a can alabilir əlindən. Yəni, bir evi satmışsan 1 milyon dolara, 600 binin, 700 binin səndən alabilir dövlət. Kanadada %30'un 1 milyona satsan 130 binin səndən alır. Fərqi budur. Kanada sosialistdir, onlar da sosialistlər. Fərqləri budur. Amma kommunistlərsən, sən deyir, mülkün yoxdur ki, sən bunu satanmazsan. Məsələn, misal vurum, dostlarımız ki, gediblər, mən getməmişəm, ona görə deyirəm dostlarımız. Dostlarımız gediblər Kubaya. Onlar deyirlər ki, Kubada, məsələn, bir dana 2 otaqlı bir ev var. Burada adam uşaqlıqda burada doğubdur. Dədənənəsi ölübdür. Bu orada evlənib, orada qalıb, orada da öləcək. Öləndən sonra da onun ya uşaqların uşağı da olmasa bir ayrı adama veriləcəkdir. Yəni o adam bunu dəyişdirə bilməz hətta. Kommunist də belədir. Əlbəttə orada bir ikili sistem var. Orada da xaricəlilər gələndə kapitalisti sistem hakim olur xaricəlilərə. Orada yaşayanlara kommunisti sistem hakim olur. İki cürə pulları var əslində. Bir Amerika doları kimi bir dolarları var. Bir dənə da Kuba dolarları var. Beləsi deyim ki, daha rahat olsun. Tamam, indi buran gəldik. Deyir, hətta əgər sadə bir demokrat da olsa bu iyi niyyətçi sümürgəci və sümürgədə də öyle kalmıştır. Deyir, hətta sümürgədə də bu adamlar ki, bura gəliblər, indi saydıq, komünist olsun, sosialist olsun, demokrat olsun, deyir, bunlar bu düşüncə ilə gəliblər və burada da elə bu düşüncə ilə yaşırlar. Sümürgədə də bu düşüncə ilə yaşırlar. Bireysel ya da ulusal duygularında nasıl değişiklikler olursa olsun, böyle kalmaya dahası bir komünist, sosyalist ya da demokrat gibi davranmaya niteliğidir. Davranma desək nitəliyindədir. Mən gərək belə su yazıydı. Nitəliyindədir. Deyir ki, bireysel olarak, bireysel dostlar, fərdi. Bu adam gəlibdir bir adam olarak, bir birey olarak. Bireysel yəni bir adam olarak, bireysel ya da ulusal ya da bir millət olarak. Ulusal dostlar, millət. Ulusdan gəlir. Ulus, millət. Biz buna el deyirik. Güney Azərbaycanda və İranda yaşayan türklərin içində el tarixən bir sözdür. Gəlibdir, taza söz deyil. El sözü gəlibdir. Türkiyədə el sözü var. Bu eli elmi terminlərdə ulus deyiblər.
Sonra da bunu ulusal, yəni milli durumda, millətçilik durumunda olsa, ulusal duyğularında. Baxın, duyğular, fərdi duyğularımız var bizim, bir də milli duyğularımız var. Bunu danışır. Hiss. Məsələn, mənim bir sevgim var. Uşaqlarımı sevirəm, aclığım var, əsəbaniliyim var, sevincəyim var, gülmağım var. Bunlar duyğularımdır da, bu cür duyğular. Acı hiss edirəm, turşu hiss edirəm. Bunlar duyğulardır ki, yaşıram. Bir də var milli Azərbaycancılıq, türkçülük, Azərbaycan millətinin dövləti qurulması. Bunlar o duyğudur. O bayraq qalxanda güya mənim ürəyimdə qalxır. O milli duyğudur. Pəs bu da bu. Ulusal duyğularını, istədim bunu başa düşək, duyğuların da nasıl değişikliklər. Bu adam oradan gəlibdir bura, komünistdir, sosialistdir ya demokratdır gəlibdir. Bu bireysel duyğularında ya milli duyğularında İrançılıq, Fransızlıq, Rusluq, Almanlıq, İngilislik, Amerikalıq duyğularında nə olur? Bunlarda değişikliklər olursa, bunları değişibdir bunlarda. Olursa olsun, əgər olubsa olsun, böyle kalmaya da, deyir ki, belə ki değişdiribdir, belə değişdirməyə da, ya elə onları yaşamağa da nə cürdür? Devam edir. Dahası, daha da nə mənə, dahası yəni daha çox, bir komünist, sosialist ya da demokrat gibi, daha da bu ki, bir komünist ya sosialist ya şey, kimi də davranmayı nitəliyindədir. Deyir ki, istəyir də ki, elə belə yaşasın. İkiliğə geçdi. Baxın, deyir ki, həm bu adam istədi ki, gəldi bura, iyi niyyətli var. İstəyir ki, bu millət kimi olsun, bu duyğularından, ideolojisindən geçsin və bu millət kimi yaşasın, ya bu millət üçün yaşasın. Millət düşündüyü kimi. Ya da deyir ki, bir də budur ki, bu adam gəlir, deyir ki, mən bu, özümdə bunu saxlayıram. Mən bir komünist kimi yaşayacağım, mən bir sosialist kimi yaşayacağım, bir demokrat kimi yaşayacağım. Bir ikiliyə mübtəla oldu indi burada. Deyir, ya bunları tərk elə, ya eləməzdə bunu dedi. Digər bir deyişlə, bir ayrı deyişlə desək, ayrı bir sözlə, deyişlə, sümürcədə sümürcələşdirilənin kurtuluş mücadeləsində və sümürcəcilərlə sümürcə halkı arasındakı eşitlikdə ifadə bulan ekonomik eşitlik və toplumsal özgürlük yanında çaba sarf edəcəkdir. Deyir, bu adam indi gəldi bura, diqqət buyurun görün nə olur. Deyir, bu adam indi gəldi sümürcədə digər bir deyişlə, ayrı, digər farsça sözdür, biraz yumuşalıbdır, digər olubdur. Digər ayrı bir deyişlə, daha rahat gələrdi məncə Türkçə. Niyə bu digəri işlədirlər? Ayrı bir deyişlə, sümürcə dedik Azərbaycan, məsələn. Sümürcədə sümürcələşdirilənin, yəni Azərbaycanlının, Türkün kurtuluş, yəni kurtuluş dedik da, yəni qurtarmaq, sümürcəçilikdən qurtarmaq, yəni İranın əlindən, İranın sümürcə istimarından qurtarmaq, kurtuluş budur. Kurtuluşu mücadilə savaş, təlaş, çalışmaq. Bu çalışmaq da deyə bilirik. Mücadilə ərəbcə sözdür, türkçəsi çalışmaq. Çalış ki, farsda deyirlər çalış, həman bu çalışmaq sözündəndir. Mücadiləsində və sümürcəcilərlə, sümürcəci yəni farslar, ya pan-farslar, pan-iranistlər, türk olsun, ərəb olsun, fərq etməz. Onlarla sümürcə halkı, sümürcəcilərlə, sümürcə xalqı, yəni türklər, ərəblər arasındakı eşitlikdə. Deyir ki, farsla türk arasında eşitlik yoxdur da, bunu bilirik. Yəni, bərabərlik əsla yoxdur, bu əsladır. Həbədə yoxdur. Amma deyir ki, bu adam ki, gəlib deyir ki, farsla türkün arasında bir eşitlik, ifadə, o haqda danışır, ifadə verir. İfadə biz poz tutmaq, qiyafət tutmağa deyirik. Amma ərəbcə sözdür, yəni o haqda danışır, ifadə verir. İfadə bulan, tapan, bir söz tapan
ekonomi sahədə iqtisad, eşitlik, iqtisadda da bərabərlik, orada insanlıqda bərabər, ifadə edilir fiqh sahəsində, ifadə belədir, fiqh sahəsində bərabərlik, birlik, bənzərlik, tay olmaq, hətta tay daha cüzdür. Tarazının iki gözü bir-birinə taydır. Biri ağır olsa taylıqdan çıxarlar. Taykeş deyər buna. Deyir ki, ifadə bulan ekonomik eşitlik, iqtisadi bərabərlik, musavat ərəbcəsidir və toplumsal özgürlük və toplumsal, ictimai, cəmi, milli özgürlük, azadlıq. Özgürlüklə Kurtuluşun fərqini dünən dedim, bir də deyim. Özgürlük bir hakimiyyət olandan sonra dövlətlərin ən az hədd-əqəl qanunlarla millətin haqqı hədd-əksərə çatmaqla özgürlük olar və insanların haqqı var, istədikləri kimi davranırlar, düşünərlər, yazarlar, yiyərlər, gedərlər, gələrlər, işləyərlər, evlənərlər, boşanırlar. Bu azadlıqdır. Qurtuluş, siz bir gücün əlinin altındasınız. Oradan qurtarmaq. Bir dana xanım bir kişinin zoruna dayanır. Zorla evləndiriblər, əslində aşıq olub ki, amma indi o kişi bunu məhkum edib bir zor vəziyyətdə yaşamağa, bir çətin vəziyyətdə yaşamağa. Bu oradan qurtulur. Əgər boşansa ya oradan qaçsa. Bu qurtuluşdur. İstimar var. Bu istimardan qurtarmaq və dövlət qurmaq. Bu qurtuluşdur. Amma azadlıq nədir? Azadlıq qanun çərçivəsində, ən az səviyyədə olan qanun çərçivəsində ən yuxarı haqqlar sahibi olmaq səviyyəsində yaşamaq və yaşam iradəsi, istəyidir. Özgürlük yönündə, azadlıq yönündə, o millətin azadlıq yönündə, milli azadlığı yönündə, toplumsal özgürlük yönündə, yəni milli azadlıq yolunda, qurtuluş yolunda, azadlıq yolunda çaba sərf edəcəkdir. Bu adam deyib ki, mən bu yolda çalışacağım. Tamam. Getdik dostlar, bu səfər qutadı, o birisi səfiyyə getiririk. Orada taza bir qavram atır, həmin qavramın dalısıdır. Arxasını tutur. Nə deyir? Arxasını ya dalısını tutur. Arxa, bizim belimizin, bura arxa deyirik. Arxalıq da, yəni bu deyirik, bura qabağa açıqdır, dalısı örtükdür. Ona görə deyirik arxa. Bir-birimizə arxa çıxmaq, yəni bir-birimizin belimizi, arxamızı boş qoymuruq. Düşmən oradan bizi vursun. Bu da arxa çıxmaqın anlamı budur. İndi milliyyətçilik və sol. Deyir ki, dostlar, bir elə bir nəzərə gələn, qoyun baxım görüm o cürsüdür, yox, mən çünki bəlkə o cürsü olacaq, amma burada başlıq görmədim. Ayrı bir başlıq vurubdur, sonki başlıqda. Milliyyətçilik və sol. Deyir ki, məsələn, biz Güney Azərbaycanda, Qəşqaistanda, Türkmən səhrada, Ərəbistanda milliyyətçilik edirik. İndi deyir ki, bununla, milliyyətçiliklə solçuluq, yəni komünist və sosialist baxışların ilgisi necədir? Bunu istəyir açıqlayaq. 3 səfərdə bunu açıqlayacaqdır. Mənim nəzərimə gəlir ki, sosialistliği və hətta demokratlığı da açıqlayacaqdır. Oxumamışam, bilmirəm, amma nəzərimə gəlir ki, əgər bunu açıqlasa, onları da açıqlamalıdır. Görək ki, o cür olacaq ya yox. Eləməsə də mən açıqlayacağam bunu, sonra özüm həm yazılarımda, həm də danışsam yazacağam, açıqlayacağam. Burada, yəni deyir ki, millətçilikdə. Çünki indi məsələn, dedik, istemarla müstəmrədə 2 millət var, dostlar. Bunu diqqət baxaq. İstemarla müstəmrədə bir istemarçılar var, bir də müstəmirə olanlar. Bir sümürənlər var, bir də sümürgələşdirilənlər. Tamam. İndi bir adam gəlir, deyir ki, mən kommunistəm, gedirəm Azərbaycanlılara köməklik eləyəcəm, ya sosialistəm, ya əslində demokratam. Bir fars tapmamışıq buradan demokrat ola. Çox türklər və farslar ki, kommunist olublar və sosialist olublar, bunlar hamısı İrancı olublar. Çünki İrancı qavramı ilə birgə gəlibdir bunlara. Dünyada belə deyildir. Dünyada kommunistlər, bir çox kommunistlər xüsusilə şurəvici olublar, rusiyyəci olublar. İttihad-ı Cəmahir Şurəvi ki, farsça deyiblər. Cumhurilər Birliyi, şurəvi, Cumhurilər Birliyi anlamındadır. Türkçə desək, İttihad-ı Cəmahir Şurəvini biz deyirik, bu həmişə bir məmləkət. Amma Cəmahir cəmi cumhuridir. Cumhuri məmləkətlərinin birliyi.
Bunun anlamı budur. Necə ki, İyalat-ı Müttəhidi Amerika, Amerika İyalətləri Birliyinin Cumhurluq Birliyi, Cumhurluğu. İyalat-ı Müttəhidi Amerika, Amerika dövlətlərinin ya millətlərinin birləşmiş bütünlüyü. Birlik budur da. United, yox, İyalat-ı Müttəhidi Amerika, United States of America, States of America, Amerika dövlətlərinin birliyi. Orada da cumhurisi üçün başda var, republikdir da ora. Özü cumhuridir. Ona görə onu demir. Yəni, beləsi olar əslində Amerikanın adı. Amerika Birləşmiş Dövlət Millətlər Birliyinin Cumhurluğu. Necə ki, Rusiya. Bu günləri, mən bu gün yenə də bir məqalə yazırdım, orada baxdım. Amerikada 53 cumhuri var. Mənim dostlarım deyirlər ki, 50, amma mən bu günləri baxırdım, gördüm ki, 50 dənə cumhuri Amerika deyən topraklarda bir-birinə yapışan cumhurilərdir. Bir dənə də burada federativ hovzə var. Hovzə bizdə bölgə deyək. Bir bölgədə var ki, 3 dənə dövlət hərəsi bir tikə veriblər, orada bir yer düzəlib, ona deyiblər hovzə, federal hovzə. Ora federalda, yəni torpaq olaraq hərəsi bir dövlət, hər bölümü, hər bir təkəsi bir ayrı dövlətə bağlıdır. Amma külli olaraq hüquqi baxanda bu, torpaq baxmayanda da, hüquqi baxanda bu özü bir müstəqil bir şeydir. Ora adına deyirlər Washington DC. Washington District, nahiyə. İranda nahiyə, hövzə, türkcə hovzə. Hovzə sözü, bilmirəm, ərəbcədir, yox, amma türkcədir. Türkcədə işlənir. İranda da ki, hovzəyə amuzuş pərvərişinə mənə deyirlər, bu da türkcədən getməz sözdür. İndi, Amerikanın torpaqlarının dışında, xaricində 3 dənə torpağı var ki, arasında bir ayrı məmləkət var. Kanada ilə Amerika ilə Alaskanın arasında və Alaskanın da yanında bir ayrı cumhuri var. Onun arasında dövlət var. Onun arasında bir Kanada məmləkət var. Amerika ilə, yəni o torpaqların arasında bir Kanada var. Ya Kanadanı getməlidirlər, ya da dənizlə, okyanusla gedib ora çatmalıdırlar. Amerikalılar. Bir də ki, dənizin ortasında, yenə Amerika torpaqlarının ayrı, dənizin Bahama deyə fikirləyirəm, bir torpaqlar var ki, yenə də o da özü cumhuridir, amma Amerikanındır. Və bu da, baxın, buna görə deyirəm. Rusiyanı dedim, Hindistanda çoxdur, 27 dənə fikirləyirəm cumhuri var. Bir də hara baxdım. Çində bir cumhuri var. Çində millət çoxdur, din çoxdur, amma cumhuri bir cumhuri var. Xalq o da. Bunlara görə mən bir ayrı mövzuda danışacağam ki, onları qoyaq qalsın. Çox gözəl bir bəhs açdım. Mənim nəzərimcə bu bəhs İranda buracan heç roşənfikr hadisəsində bəhs olunmuydu. Bu günləri onun haqqında bir 5 saat yazı yazmağa çalışmışam və hələ davam var. Və bu yazıları dostlar, mənim bu kitab haqqında bəzi şeyləri burada deyirəm, bir çox şeyi burada açamıram. Çünki istəyirəm kitabı oxuyaq, qutaraq, zehnimiz bir taqqıldasın, sonra bunu şey olur. Amma mən bunların altındakı öz weblogumda bunları qoyuram, YouTube'da qoyuram və YouTube'dan da upload edirəm öz webloguma. O weblogumda bunlara şey yazıram və mütəəssifanə vaxt eləmirəm, edit eləyəm. Qələti çoxdur, imla qələti, fikir qələti falan. Amma bunları qoymuşam ki, sonra qeyd edəcəm, bunlara bir də baxam ona. Amma orada bu bəhsi aşmışam. Bu nə cür bir bəhsdir? Tamam. Deyir ki, burada çağdaş solun tarihinin ən tühəf bölümlərindən biri ilə qarşı-qarşıyayız. Deyir, bu söz ki, millətçilik və sol, bu sözdə solçuların, kommunistlərin yəni və sosialistlərin. Sol deyəndə dostlar, onlar ki, sosialist, kommunist fikirləşirlər onlara. Sərmayədar ya kapitalist ya fikirləşmirlər. Demokratik yox, demokratik bir ayrı bir şeydir. Solçu ola bilər, demokrat olsun, amma kapitalist ola bilməz.
kapitalisti, yəni sərmayedarı. Bundan deyir ki, tarixinin ən töhəb vəziyyətini burada görürük. Burada çağdaş müasir, ərəbcə sözdür müasir. Çağdaş solun tarixinin ən töhəb, əcib sözünün türkçəsi ki, ərəbcədə əcib özü töhəbdir. Tuhaf bölümlərindən biri ilə qarşı-qarşıyayız. Deyir ki, onların tarixlərin əcib qismətinin, bölüm qismət də ərəbcə, qisməti ilə üzə çıxmışıq, qarşı-qarşıya çıxmışıq, üzə durmuşuq. Burada bir parantez arazı yazmışdı, mən onu geçdim, onu deyib ki, biriləri yazmaya cəsarət etsəydi. Deyir, buradan yəni deyir, heç kəs cəsarət eləməyib bunu yazsın. Biriləri yazmaya cəsarət etsəydi. Əgər bir adamlar, solcu ya sağcı, bu tarixin, bu töhəv qismətin yazmağa cəsarət eləsəydi, deyir, onu görərdik. Deyir, amma yəni eləməyiblər, bunu istədəcək. Bu bölümə, yəni bu şey ki, komünistlərin, solcuların bu tarixinə, bölümə milliyyətçilik və sol başlığı verə bilirlər. Deyir ki, bu tarixə, gizli tarixə solçuluq, sol və milliyyətçilik deyə bilirik. Tamam. Solcunun sümürcə sorunu, solcunun sümürcə qarşısındakı tutumu bunun bir paraqrafdır. Deyir ki, solçuların, yəni şeylərin, komünist, sosialistlərin, Rusiyələr, deyir ki, sümürcə haqqında, istimar haqqındakı mövqeləri, dostlar, tutum yəni mövzegiri, mövqeləri, tutumları bu anlamdadır. Tutumu, yəni mövqesi, siyasi baxışı bir paraqrafdır. Bir paraqrafdır. Bir bəndidə deyir, bu xülasə olur. Solcu sümürgəcinin, üzrə mən bunu bir yaxına gətirim. Solcu sümürgəcinin yaşadığı insanı, ilişkilər sümürgəciliyi rədd ediş və yaşayış tarzı da bir digər paraqrafdır. Deyir ki, bu ödəki dedik, bu sümürgəni bir paraqrafda danışır sümürgə haqqında. İkinci söz budur ki, deyir ki, bunun, yəni solçuların, sümürgəcinin, istimarçının yaşadığı sümürgəcinin, dostlar, istimargərin yaşadığı insani ilişkilər, hətta onun deyir ki, yaşadığı insansal, insani rabitələri belə sümürgəciliyi, yəni sümürgə dostlar, yəni fəlsəfəsi, istimar fəlsəfəsi onun rədd edişi, yəni onu atması da və yaşayış tərzi də, deyir, onun yaşayış durumu da, tərzi də daha bir paraqrafdır. O da bir paraqrafdır. Pəs deyir ki, kollən bu adam iki paraqraf, solçular, iki paraqraf söz yazırlar. Buna görə istimar nədir? Müstəmirə nədir? İstimarçılıq düşüncə fəlsəfəsi nədir? Və bunu məhkum eləməkdə istimarçı nə cür yaşar? Müstəmirə olan necə yaşar? Bunların haqqında deyir, iki paraqraf yazırlar. Yəni yarım səhifə. Dostlar, bu qədər. Deyir ki, yəni bunlar niyə? İstir bunu desin ki, bunlar özləri sümürgəçiyə çevirirlər. Sümürgəciyə çevirdikləri üçün istəmirlər o haqda danışarlar. Çox açıqlaşı bəlli ola, özləri də sümürgəçidirlər. Necə İranda sümürgə və sümürgələşdirmə, sümürgələşdirilən və bunun düşüncəsi haqqında əslən danışmırlar. Çünki əgər danışsalar, məsələn, türklər bilərlər ki, nə keçir, farslar özləri də bilər nə keçir. Sonra bundan qarşı durarlar. Ona görə ki, komünistlər də danışmayıblar, sosialistlər də danışmayıblar. Avropa solunda milliyyətçilik qarşısında inkar edilməz bir rahatsızlıq var. Deyir ki, Avropa dostlar, Avropa deyəndə bunu bir zaman oxuyurduq coğrafda Asiya Avropa deyə yazılır.
Asiya, Avrupa. Bunun üçün gərək bunu yapışdırırlar. Asiyanın ağını götürürlər, deyir Avrupa. Avrupanın da əvvəldəki ağını götürürlər, deyir Avrupa. Olur, Avrupa da, Avrupanın şeyi. Bunda indi Avrupa nə deməkdir dostlar? Avrupa, Rusiya ki, Asiyanın çox bölümünü tutubdu. Bu tərəfdən də Avrupa ki, yapışıb Rusiya, yəni Asiya yapışıbdı, Türkiyə tərəqi ilə, İstanbulda yapışıbdı da, bunlar bir-birinə qırılmayıbdı. Bu yalandır ki, baxın, bir daha biz böyük bir invaş olmuşuq. Avropaya bizə qarrə deyiblər, biz də bunu deyirik. O halda ki, Avropa qarrə deyil, çünki Asiyanın bir parçasıdır. Asiyanın quyruğudur. Asiya bir öküzdür, dostlar. Dəqiqən baxın, bir nəxşədir öküz kimi. Bunun quyruğu Avropadır. Amma Avropalılar üçün özlərinin dünyanın mərkəzi biliblər, deyiblər ki, Avropa özü bir qarrədir. Asiya bir ayrı qarrədir. O halda ki, Avropa Asiyanın quyruğudur. Amma biz brainwash olduğumuzdan onlar nə cür deyiblər, biz də otur qəbul eləmişik. Bu brainwashın əlamətidir. Yəni biz ən gözəl istiyaq ki, hardan bilirik ki, dünya bizi brainwash eləyibdir, elə biri budur ki, deyək ki, bir qarrə var, adı Avropadır. O halda ki, qarrə yoxdur, adı Avropa. Bosfor Dardanel keçidin, suyun əli ilə qazmışıq, altı torpaqdır, yapışıqdır. Qarrə o yerdədir ki, torpaqlar bir-birinə yapışmır. Avstraliya, Amerika və Afrika bir qarrədir Asiyanın qarşısında. Niyə? Çünki torpaq olaraq yapışmayıbdır Asiyaya, Amerikaya. Bir-birlərindən ayrı. Amma Avropa Asiyanın quyruğudur, yapışıqdır. Üstə bir, deyək ki, 30 metr ya 40 metr qazmışıq dərinlikdə. Yox, o dəlil bilək ki, bunun altından bağlı deyil. Onu da sonra qazmışıq. Yəni, əvvəldən belə, amma bu Avropalılar əvvəldən özləri istəyiblər ki, ayrılar dünyadan. İndi niyə deyiblər Avropa, Rusiyəllər də bunun içine geçir dostlar? Bugünkü bəhs ki, mən açmışam, oradan geçir. Nəcatpərəsti bir bəhsdir. Nəcatpərəsti. Ərəblər, Türklər, Hindlilər, Çinlilər, bu cür bir Asiyalılar. Farklı bir insandılar. Görüdün, belə baxanda fərqlidirlər. Məsələn, bunların üzləri biraz qərədir. Adca, qərətur deyək. Buğdayıdırlar. Rusların və Ukrayna falan, bunlar Avropa və Avropa dedikləri şey, bunların üzləri, bədənləri, cildi deyirik türkcə, ya ərəbcə sözdür cild, dəriləri. Bunların dəriləri ağdır, çox ağdır. O birisi ərəblərin, türklərin dəriləri biraz onlarla qiyasda biraz qərənturdur. Bu bir. Onların tükləri, saç deyək da, tük deməyək. Saçları sarıdır. Bunların saçları normalda qərədir. Onların gözləri normalda, yəni çoxluqda abıdır, mavidir. Bizim gözlərimiz, bunlar Avropalı demədikləri adamların gözləri xurmayı, qərədir. Diqqət buyurursunuz. Bu nəcatpərəstlik əsasında Avropa sözü qurulubdur. Bunun haqqında mən bu günlər deyirəm, çox yazmışam. Dostlar ki, istəyərlər mənim yazımı, edit olmamış yazımı görələr, oxuyalar, mənim fikirlərimdən tanış olalar. Mənim 15-ci, bu dərsin 15-ci bölümünün weblogda müraciə eləsələr, yazını görərlər. Çox uzun yazıdır, hələ də yazıram. Yəni, durdum, gəldim, kitab oxuyam, qeyd edəcəm onu yazam. Deyir ki, Avropa solunda Avropalılar, indi Avropa dediyimdə, yəni, indi Amerikalılar da Avropa üzərinə geçirlər. Çünki buradan köçmədilər çoxca. Onu da bunda yadımızda saxlayaq. Amma Amerikalılar da Avropalı hesablanırlar. Bu da bu. Qarrə olaraq, torpaq olaraq özü bir müstəqil, amma nəcat olaraq Avropalılara qoşulur. Dostlar, mən istədim buradan oxuyam, amma yazdı ki, 28 saniyə qalır ki, qutara. Mən elə burada əlamət qoyum, yarın buradan davam elər, sözün də əvvəli deyilə təqribən. Çox sağ olun dostlar, təşəkkür edirəm, sağ qalın, yarın görüşmək ümidi ilə. Xahiş edirəm, videoları paylaşın dostlarınızla, qoyun, bilgiləndirək, məni qəbul eləməyənlər çoxalsın, məndən tərsə düşsünlər və yazsınlar, danışsınlar. Sağ olun.